Salam dostlar, kanalımıza hoş geldiniz. Great Wall C30 markalı maşının deməli yağını dəyişəcəyik bugün inşallah sizinlə. Bir də benzin filtrini. Bu benzin filtrimizdir. Kiməsə lazım olsa kodudur. Bu da yağ filtrimizdir. Bu da bunun kodudur. Belədir yağ filtrimiz. Bunun içinde da hemen üstünde olan kodlardır. Benzin filtrimizdir. Hemen kod da bunun üstündedir. İnşallah bunları dəyişəndə göstereceğim size. Her şey hazırlamışıq qablarımızı. Şimdi inşallah onu boşaldaq. Açaq göstereceğim. Deməli belə buradan bu boltu indi inşallah açacağıq. Yağın sizin axması için 14 voltdur. İnşallah onu açırıq. Böyle qab qoyuruq, bura axır. Ondan sonra buradan da filtrimizi dəyişəcəyik Allahın köməklə. Yağı bıraxaq, sonra da filtri açaq. Böyle bunu 14 voltdur dediyim kimi açar salırıq və boşaldırıq. İnşallah bunu boşaldacağıq. Qaba axıdacaq yağını inşallah. Direkt onu böyle bir əlinə çəkmə rahatdır. Bir də onu açım, qoşulum. Yağı açdıq. Yağ bir süzülür bura. Biraz naruşen elədik. Yerə də boşaltdıq. Dağıtdıq yerə. Deməli yağımız süzülür. Qoy süzülsün. Bu da bizim köməkçimiz. Ve bizim köməkçimiz gəlib bizə kömək eləmək. Yağı boşaltdıq, probkasını bağladıq. İndi qalır filtre açmaq. İndi filtrimizi də açaq. Ədirəblə. Ondan sonra filtrimizi də dəyişək. İndi çox adam deyəcək ki, ne oldu yağı süzməmiş, filtri dəyişməmsən, nə bilim nə eləməmsən, amma filtrin içində olan yağ karterə getmir. Kimin ki xəbəri yoxdur, onlara nəzərinə çatdırım. Filtrin içində olan yağ elə filtrin içində də qalır. Çünki filtr süzgəcdir. Onun içində yığılan yağ kənara çıxa bilmir. Təzyiq olmadıqda. Təzə filtrimizi bağladıq. Hər şey hazırdır. İnşallah çıxıb yağı tökəcəyik. Yağı tökəndən də sonra gedəcəyik arkada oradan dəyişməyə. Nədir onun adı? Benzin filtrini. Bu da bizim köməkçimiz köməkləyib yoğrulub burada yatır. Deməli yağımızı da əlavə elədik. 3 litr yarım yağ gedir. Biz litrlik qablarla boçkadan almışdıq. Maşına elə bir ki firma kitabçasında da yazılıb ki, garanti kitabçasında da Liqui Moly yağları tökülür. 3 litr yarım 1.5 sadə motordur. Bilməyənlər üçün deyim ki, Toyota Yaris motorudur. Great Wall'larda, C30'larda Toyota Yaris motorudur. 1.5 sadə motordur. Bunlara 1 litr yarım yağ gedir. Garanti kitabçasında da qeyd olunub ki, Liqui Moly yağları məsləhət görülür. Çox gözəl də yağlardır. 3 litr buradadır. Yarım litr də bu qabda almışdıq. İndi bunu əlavə elədik. İnşallah yağımızın hamısını bitirək işini, yağ işini. Keçək aşağıda filtr demişdim. Allahın köməliyi ilə bu filtrdə, benzin filtrində dəyişək. Ondan sonra maşınımızı işə salaq. Baxaq. Deməli belə yağımızı töküb qutardıq. Allahın köməliyi ilə indi inşallah bir dənə şübhəzadı da ölçək baxaq. Hamısı düzdür, normaldır hamısı. Bu da aləm qarışıb bir-birinə hələ tam süzülməyib yəni. Birazdan bir də baxarıq Allahın köməliyi ilə. Deməli belə maşın yağını dəyişdik, filtri dəyişdik. Deməli qaldı indi benzin filtri. Benzin filtrini dəyişmək üçün burada 10 volt var. 10 voltu açırıq inşallah. Sonra 2 dənə bu
zaşolka var. Klips. Bunlar kalkacak yukarı. Bu da. Ondan sonra buradan bunu ayırıp 1, 2. Ondan sonra filtre çıkardıp yeni filtremizi koyacağıq yerine. Merhaba, ben kameranı koyun bura. Siz buradan bakın. Ben de oradan onu atım. Bugünkü videolarımızda bu kadar. Vaxtınız üçün təşəkkür edirik. Çox sağ olun. Bəyəndinizsə like eləyib abunə olmağı unutmayın. Təşəkkürlər.